Burada akademik bilgilərin kasad olduğu, düzgün araşdırılmadığı da açıq görünür. Yəni bir araşdırma bu cür aparılmır. Misal üçün Azərbaycanda görürsən ki, Facebookda turançılıq ideyası falan paylaşan adamlar gedib ancaq bunu araşdırır. Və araşdırdıqlarında da aydın deyil. Məsələn gedirlər Bakı arxivinə, əlyazmalar üstünə, hə, Xətai bunu yazıbdır. Bunu çap elədilər. Qardaş, sən bunun araşdırmacısınsansa, bunu götürüb Peterburqdakı arxivdəkinlə müqayisə elə, bunun yazılış dili necə olubdur, bunu müqayisə elə Türkiyə və Misirdəki yazılarla, Britaniyadakı yazılarla. Bu cür araşdırma olmur. Yəni sən puzzle-ın bir hissəsini götürürsən, özünə sərf eləyən ideoloji məsələyə sərf eləyən hissəsini götürürsən və qalan məsələləri ehtimallar üzərində işləmirsən. Bunun araşdırma demirlər. Bu saxtakarlaşdırmadır, tarixi təhrif etməkdir. Əsl araşdırma isə bu olmalıdır ki, yəni bu yazılar bir yerə toplanmalıdır, müqayisə aparılmalıdır, başa düşülməlidir ki, bu dillər niyə fərqlidir? Yəni Xətai necə olur ki, bir şeirdə başqa üslubda yazır, gedir başqa yerdə başqa üslubdan yazır. Bir şeirdə başqa sözlərdən istifadə edir, o birisi nüsxədə tamam başqa sözlərdən istifadə edir.